Salam əziz dostlar, yeni bir video ilə qarşınızdayım. Xatırlayırsınızsa, dünənləri post şəklində bir paylaşım etmişdim və bildirmişdim ki, 86.100 səviyyəsindən BTC-yə short əməliyyat atmışam. Lakin onun ardınca qiymət biraz yuxarı qalxdı. Bu səviyyələrdən biz bir əməliyyat açmışdıq təxmini olaraq buralardan. Yanlış oldu, bir dəqiqə üzr istəyirəm. Təxmini olaraq 86.100 səviyyələri. Bu səviyyələrdən bir əməliyyat açmışdıq və oradan sonra qiymət aşağı düşmə əvəzinə biraz yuxarı qalxdı və yeni bir paylaşım etdik ki, 87.600 səviyyəsindən yeni bir satış əmri vermişik və gördüyünüz kimi gecə vaxtları 87.676 səviyyəsinə qədər bir yüksəlmə olub və oradan yenidən reaksiya alaraq qiymət hal-hazırda 86.284 səviyyəsinə qədər geri çəkilib. Və həmin səviyyədən açdığımız və o paylaşımda da bildirmişdim ki, mərhələli olaraq açılan əməliyyatlar daha çox qazanc verir. Tək açılan əməliyyatla müqayisədə mərhələli olaraq, yəni 2-3 mərhələdə açılan əməliyyatlar daha çox qazanc verir. Və hal-hazırda 87.600 səviyyəsindən açılan əməliyyatımızda təxmini olaraq 1400 punkta yaxın bir xeyirdəyik. Lakin əməliyyat davam edir və əməliyyatımızda xeyir səviyyəsi olaraq 85.000, ilk mərhələdə 85.000 həddini təyin etmişik ki, 85.000 səviyyəsində birinci xeyri alaq. Əgər düşüş davam edərsə, düşüşün davam edəcəyini görəriksə, növbəti xeyir alma həddi də təxmini olaraq 84.000 həddi ola bilər. Bunun haqqında artıq qiymətin növbəti hərəkətlərində hansı istiqamətdə hərəkət edəcəyini təxmin edəndən sonra, ona əmin olandan sonra yeni bir video paylaşımı edəcəyik. Və hal-hazırda altdakı göstəricilərdə də gördüyümüz kimi burada ana trendin altında bir yığılma var. Ağ xətli göstəricidən fərqli olaraq digər göstəricilər üzü aşağı doğru hərəkətə davam edir. Və bu da onu göstərir ki, qiymət aşağı doğru daha meyillidir. Məhz dünənləri Bitcoin-ə short əməliyyatı açanda elə onu nəzərdə tutub açmışdıq ki, burada bir negativ uyumsuzluq var idi. Göstərim onu da sizə. Baxın, burada bir negativ uyğunsuzluq var idi. Və ondan da fərqli olaraq negativ uyğunsuzluqdan da fərqli olaraq indikatorların, göstəricilərin aşağı yönlü hərəkətini müşahidə edirdik. Ona görə də short əməliyyatını sizlərə verdik və ikinci mərhələdə 87.600 səviyyəsindən ikinci short əməliyyatını açdıq. Və inşallah ki, təxminimizdə yanılmarıq və TP səviyyəsinə çatanda yeni bir video ilə yenidən sizə məlumat vermiş olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Videolarımız xoşunuza gəlirsə, bəyənirsinizsə, videoları bəyənməyi, videolardan zamanında xəbərdar olmaq üçün kanala abunə olmağı və YouTube ailəmizin daha da böyüməsi üçün dostlarınızla bölüşməyi unutmayın. Sağ olun, gələn videolarda görüşənədək.